Bismillahirrahmanirrahim ve bihi nesta'inu ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Neşre'u hâzel kitabe ve hâzet ders kurbeten ilallah. Allahümme veffikna li itmamih. Ne'atekidu ennallaha teala lemma menahna kuvvetet tefkiri ve vehebe lenel akla أمرنا أن نتفكر في خلقه وننظر بالتأمل في آثار صنعه ونتدبر في حكمته وإتقان تدبيره في آياته في الآفاق وفي أنفسنا. قال تعالى: سنريهم آياتنا في الآفاق وفي أنفسهم حتى يتبين لهم أنه الحق. Allah'ın havlu kuvvesiyle bugündən Bidayetül Me'arifil İlahiyyə kitabının tədrisinə, bəhsinə başlayırıq Allahın izni ilə. Bildiyiniz kimi əsli kitab Əqaidul İmamiyyə kitabıdır ki, Ayətullah Şeyx Muhammed Rıza Muzaffər Quddisə Sirruh əsli kitab Şeyx Muhammed Rıza Muzaffərin kitabıdır. Əsli kitabın adı Əqaidul İmamiyyədir. Bu kitab cami bir kitab olduğu üçün, cami, yəni etiqadi məsələlərin hamısını özündə ehtiva etdiyi üçün, lakin müxtəsər və qısa surətdə olduğu üçün, Ayətullah Muhaqqiq Seyyid Muhsin Xərrazi bu kitabı bəhs etmişdir, tədris etmişdir və bu kitab halına gəlmişdir. Həqiqətdə bu kitab Bidayetül Me'arifil İlahiyyə kitabı Ağay Seyyid Muhsin Xərrazinin mühaziratıdır. İmamiyyə və Şiə əqidəsi əsasında. Lakin Ağa Seyyid Muhsin Xərrazi bu mühazirətin Şeyx Muhammed Rıza Muzaffərin Əqaidul İmamiyyə əsasında davam etdirmişdir. Yəni əsl mətn Əqaidul İmamiyyə kitabıdır. Şərhi və izafələr Seyyid Muhsin Xərrazinindir. Elə bu baxımdan biz hər bəhsin əvvəlində Əqaidul İmamiyyə kitabının bir hissəsini oxuyacağıq, mətni tərcümə edəcək. Ondan sonra Ayətullah Xərrazinin həmin mətnə verdiyi şərhi və izahı siz dəyərli tələbələrin nəzərində çatdıracağıq. Hər bir bəhsdə Ağay Muzaffər belə başlayır bəhsə. Əqidətuna fil fulan. Məsələn, biz şiələrin, biz İmamiyyə məzhəbinin, məsələn, filan barədə Allah barəsində olan nəzəri, Allah barəsində olan əqidəsi və bu kimi bəhsini davam etdirir. İlk bəhs idi ki, Ağay Muzaffər burada mətrəh edir və müqəddimi olaraq ona öz əqidəsini, öz əqaidini, başqa sözlə Şiənin etiqad və əqidəsini o barədə bəyan edir. Mərifət haqqında olan əqidədir. Yəni, həqiqətdə birinci məsələ bu sualın cavabında mətrəh olunur ki, Allaha olan mərifət barəsində bizim əqidəmiz nədir? Aya Allaha olan mərifət əqlidir, nəqlidir? Əgər əqlidirsə, hansı əqli dəlillər dəlalət edir ki, Allah barəsində xüsusi şəkildə, din barəsində ümumi şəkildə biz gərək bəhs və araşdırma aparaq. Ağay Muzaffər buyurur ki, bizim etiqadımız budur ki, Allah Teala insanlara, biz insanlara təfəkkür qüvvəsi vermişdir. Allah Teala hər bir insana əql qüvvəsi vermişdir. Vaxtı ki, Allah Teala bizə təfəkkür qüvvəsi verib, əql qüvvəsi verib, təbii olaraq bunun mənası nədir? Bunun mənası budur ki, biz təfəkkür edək. Nə haqda təfəkkür edək? Allahın xilqəti barəsində təfəkkür edər. Allahın bu aləmdə yaratdığı müxtəlif məxluqatlar ki, Allahın əsəri hesabı olunur. Bunların hamısına nəzər edək, diqqətlə, təfəkkürlə nəzər edək.
bu aləmdə Allahın yaratdığı məxluqatın hikmətində, nə qədər bu aləmdə Allah Taalanın nişanələri var, bu haqda təfəkkür edək. Necə ki, Allah Taala Qur'an-ı Kərimdə bizə əmr edib ki, gərək insanlar təfəkkür eləsin. Əfəla yetəfəkkərun, əfəla yetədəbbərun müxtəlif ayələrdə. Və həmçinin Allah Taala özü buyurur ki, biz insanın öz vücudunda və həmçinin insandan xaric aləmdə, ona ki, afaq deyilir, bu yaradılış aləmində biz öz nişanələrimizi insanlar üçün göstəririk. Necə ki, Fussilet surəsinin 53-cü ayəsində buyurur ki, Əuzu billahi mineşşeytanirracim. Senurihim ayatina fil afaqi və fi anfusihim hatta yetəbəyyənə lahum ennehu'l haqq. Biz öz nişanələrimizi, öz ayələrimizi afaqda, yəni insandan xaric olan aləmdə və insanların öz vücudunda onlara göstərəcəyik ki, onlar üçün məlum olsun ki, həqiqətən Allah Taala haqq olan bir varlıqdır. Və bunun müqabilində Allah Taala Qur'anın bir çox ayələrində təqlid edən insanları, o şəxslər ki, atalarından, babalarından təqlid edir, onları məzəmmət etmişdir. Nümunə olaraq Bəqərə surəsinin 170-ci ayəsində Allah Taala buyurur ki, qalu, bu bəzi cahillər, müşriklər, bütpərəstlər, onların sözü bu idi ki, bəl nəttəbi ma əlfəynə əleyhi abaana. Biz atalarımızı hansı din əsasında, hansı ayin əsasında görmüşük ki, əgər bütpərəstdirlərsə, biz onları bütpərəst kimi görmüşük, biz də onların dininə tabi olacaq. Allah Taala məzəmmət edib buyurur ki, əvələb kana abahum la ya'lemune şey'a. Bəlkə bunların ataları bir şey bilmirdilər. Hətta onların ataları yanlış və cahillik üzündən bu işi etsələr də belə gərək siz onlara tabi olasınız. Bu bir nümunə. Başqa bir nümunə Allah Taala məzəmmət edir, məxsusən etiqadi məsələlərdə insan öz zənninə tabi olsun. Ən'am surəsi 116-cı ayə, Yunus surəsi, Nəcm surəsi və bir sıra ayələrdə ki, Allah Taala zənninə tabi olanları, gümanına tabi olanları məzəmmət edir. Bu bəyanı dedikdən sonra Ağay Müzəffər buyurur ki, bizim etiqad etdiyimiz budur ki, əqlən, yəni Allah Taala ki, bizə əql verib, bizim bu ağlımızdır ki, bizə vacib edir, məxluqat barəsində təfəkkür edək və bu məxluqatın xaliqinə mərifət tapaq. Bizim etiqadımız budur. Yəni, dinlər barəsində araşdırma aparmaq ümumi şəkildə. Allah Taala barəsində araşdırma aparmaq xüsusi şəkildə bu əqlin hökmüdür. Bu, Ağay Şeyx Müzəffərin qısa bəyanı. Ağay Ayətullah Xərrazi bunun şərhində belə buyurur ki, mərifətin vacibliyinə dəlalət edən dəlil ya vücubu dəf-i zərəri muhtəməl dəlilidir, ya da ki, vücubu şükrü mün'im dəlilidir. İki dənə dəlil vardır ki, bu iki dəlil bizə vacib edir ki, gərək Allah barəsində mərifətimiz olsun. Allaha olan mərifətin vacibliyinə dəlalət edən iki dəlildir. Birinci dəlil vücubu dəf-i zərəri muhtəməl. Bunun bəyanı bundan ibarətdir ki, əgər insan Allah barəsində, din barəsində mərifət əldə etməsə, mərifət dalıcan getməsə, bu haqda araşdırma aparmasa, ehtimal vardır ki, axirətdə insana zərər özdə elə bir zərəri ki, o zərər adi zərərlərlə müqayisə ediləsi deyil. Bəs birinci müqəddimə bundan ibarətdir ki, əgər biz Allah barəsində mərifət əldə etməsək, axirətdə bizə böyük bir zərər yetişə bilər. Bu birinci müqəddimə. İkinci müqəddimədə əqli baxımdan hətta ehtimal olunmuş zərəri insanın özündən uzaqlaşdırması vacibdir. Nəticə nədir? Bəs Allah barəsində mərifət kəsb eləmək vacibdir. Suğra, kubra, nəticə. Bəs mərifət kəsb eləməsək zərər vardır. Dəf-i zərər də vacibdir. Bəs tələb-i mərifət vacibdir. Suğra, kubra, nəticə. Bu birinci dəlildir ki,
dəlalət edir ki, Allah barəsində araşdırma aparmaq əqli baxımdan vacibdir. Əlbəttə, mümkündür burada bir işğal edəsiniz və Ayətullah Xərrazi də buna işarə edir. Buyurur ki, bəzən ola bilər deyəsiniz ki, üqəla çoxlu yerlərdə zərər ehtimalı versələr də belə üqəladır, ağıl sahibidir, amma o zərərləri nə edir? Təhəmmül edirlər. O zərərləri özlərindən uzaqlaşdırmırlar. İndi müxtəlif nəyə görə uzaqlaşdırmırlar? Bu başqa məsələdir. Amma biz çox yerlərdə üqəla arasında görürük ki, üqəla, siz deyirsiniz ki, həqiqətdə Kubrada belə dedikdə zərəri dəf eləməklik əqli baxımdan vacibdir. Bəs gərək nə olsun? İnsan özündən zərəri uzaqlaşdırsın. Necə uzaqlaşdırsın? Allah barəsində araşdırma aparsın, Allaha mərifət tapsın. İşğal oluna bilər ki, siz dedik ki, əqli baxımdan zərəri uzaqlaşdırmaq vacibdir. Bir halda ki, biz görürük üqəlanın həyatında bir sıra zərərlərin ehtimalın verdikləri halda o zərərə mütəhəmmil olurlar. Hətta bəzən zərərə yəqinləri vardı, o zərərləri özlərindən uzaqlaşdırmırlar. Bəs qiyasın, bu dəlilin kubrası nədir? İşğalı vardır. Lakin bu iddia ağa buyurur ki, bu işğal varid deyil. Nə üçün? Çünki üqəla o yerlərdə ki, zərəri qəbul edirlər. Hətta yəqin bilirlər zərər. Baxmayaraq ki, zərərin olmaqlığı yəqinidir. O zərəri özlərindən uzaqlaşdırmırlar və onları qəbul edirlər. O kiçik zərərlərdir. Ya elə bir zərərlər ki, başqa bir fayda ilə onu olur, cubran olunur. Baxın, hal-hazırda bir nəfər ki, özünü zəhmətə salır və bilirsiniz ki, zərəri vardır, yuxusuz qalacaqdır, nə bilim, çətinlik çəkəcəkdir. Bunlar hamısı bir növ zərərdir. Zərəri də fiqdə də məna ediblər. Bir növ insanın narahatçılığına, canında, malında ola bilsin, bəzi nöqsanlara səbəb ola bilər. Zərərin mənası budur. Amma buna baxmayaraq o zərəri təhəmmül edir. Niyə təhəmmül edir burada? Çünki əvvələn ola bilər ki, üqəlanın təhəmmül elədiyi o zərərlər kiçik zərərlərdir və yaxud zərər olsa da belə başqa önəmli bir fayda vardır. Başqa bir önəmli faydanı ələ gətirmək üçün insan nə edir? Bu zərəri təhəmmül eləyir. Amma axirətdə olan zərər belə deyil. Axirətdə olan zərər əvvələn həqir və kiçik bir zərər deyil və saniyən elə bir zərərdir ki, qabili cubran deyil. Bəs belə bir zərəri ki, Peyğəmbərlər buyurublar, Quran-ı Kərimdə gəlib, əlbəttə fərz edir ki, bunlar ilkin mərhələdir. Hər halda Peyğəmbərlər heç Peyğəmbərliyin qəbul etməsək də belə, ilkin mərhələdə biz eşitmişik tarixdə, yəqini surətdə bilirik ki, bir sıra düz danışan insanlar, həyatlarında heç eyb, işğalı, nöqsanı olmayan insanlar gəliblər, deyiblər ki, Allah var, Peyğəmbər var, cənnət var, cəhənnəm var. Bu dünyada etdiyiniz əməllərin müqabilində əgər düzgün əməl olmazsa, əbədi cəhənnəmdə qala bilərsiniz. Bunları deyiblər. Bunların dediyindən bizə yəqin gəlməsə də belə, ən azından ehtimal gəlir. Zərəri ehtimal vermək kifayət eləyir ki, biz o zərəri özümüzdən uzaqlaşdıraq. Çünki bu zərər böyük zərərdir əvvələn və saniyən qabili cubran da deyil. Və başqa bir tərəfdən də bu məsələyə şahid olaraq gətirir Ayətullah Xərrazi. Əgər hər kəs belə bir zərər ki, qabili cubran deyil və böyük bir zərəri vardı, ehtimal olunur. Belə bir zərər kim özündən uzaqlaşdırmasa, üqəla yanında nədir? Müstəhəqqi məzəmmətdir. Bu bir məsələ. Zimnən işarə edilir ki, biz deyirik dəf-i zərər əqlidir. Mümkündür bir nəfər desin ki, xeyr, dəf-i zərər əqli deyil, bəlkə fitridir. Fitrətən hər bir insan harda zərəri ehtimal versə, fitri olaraq onu özündən uzaqlaşdırır. Buyurur ki, heç müşkül yoxdur. Bir şey eyni zamanda ki, əqlidir, həmin zamanda fitri də ola bilər. Bunların arasında ziddiyyət yoxdur. Bir şey həm fitridir, həm də əqlidir. Bu bir məsələ. Məsələn, Allahın varlığına dəlalət edən birinci dəlil vücubi dəf-i zərərdir. Zərəri muhtəməl. İkinci dəlil ki, Allahın mərifətinin vacibliyinə
alimlərimiz iqamə ediblər. Burada da Ayətullah Xərrazi işarə edir. Vücubu şükri munimdir. Mün'imin, nemət verilənin şükri əqli baxımdan vacibdir. Bunun bəyanı bundan ibarətdir ki, əgər insan Allah barəsində mərifət kəsb eləməsə, istər-istəməz burada ehtimal olunur ki, nemət verənin şükrü tərk olunsun və nemət verənin haqqı zayi olsun, əgər o həqiqətən mövcuddursa. Bu birinci müqəddimə. Müqəddiməyə diqqət edin. Əgər insan Allah barəsində mərifət kəsb etməsə, burada ehtimal vardır ki, nemət verənin şükrü zay olsun, aradan getsin və onun haqqı aradan getsin, onun haqqı tapdalansın. Başqa bir tərəfdən də mün'imin, yəni nemət verənin haqqını tapdalamaq, onun haqqını zay etmək əqli baxımdan qəbihdir və onun şükrü vacibdir. Suğra kubra. Nəticə nədir? Pəs mərifət kəsb eləməklik əqli baxımdan vacibdir. Minbabi vücubu müqəddimətil vacib. Bunun qısa bəyanı və izahı bundan ibarətdir. Baxın, hal-hazırda hər bir varlıq, və xüsusən bizim bəhsimiz insandır. İnsan özü bir nemətdir, varlığı bir nemətdir. Onun ətrafında olan bütün nemətlər ki, onlardan bəhrələnirlər, bu özü tərəfindən buna verilməyib. Öz varlığı başqası buna verib. Danışa bilir, yeyə bilir, görə bilir. Bunlar hamısı müxtəlif nemətlərdir. Əgər insan Allah barəsində mərifət kəsb eləməsə, bu verilən nemətlərin ki, bir nemət verəni vardır, ehtimal vardır, onun şükrü nə olsun? Aradan getsin. Biz nemət verənimizə şükür etmək üçün gərək onun barəsində mərifət əldə edək. Əgər mərifət əldə etməsək, onun şükrü zay olacaq, onun haqqı tapdalanacaq. Əqli baxımdan da şükrü mün'im nədir? Vacibdir. Bəs həqiqətdə buna xatir ki, biz nemət verən varlığa şükür edək, əvvəl gərək onu tanıyaq. Əzbab-ı müqəddimi vacibdir. Çünki şükrü mün'im vacibdir. Mün'imi gərək əvvəl tanıyaq, sonra eləyək ona şükür edək. Hər halda bizim əlimizdə, ətrafımızda, ixtiyarımızda çoxlu nemətlər vardır. Bu nemətləri bizə kim verir? Biz istəyirik, əqli baxımdan nemət verənə şükürləmək vacibdir. Kim verir bu nemətləri? Bunu əvvəl gərək tanıyaq, sonra onu şükür edək. Bəs əqlən şükür vacibdir. Nemət verənin şükrü vacibdir əqli baxımdan. Nemət verənin şükrü vacibdir. Bunun bir müqəddiməsi vardır. Müqəddiməsi nədir? Onu tanımaq, mərifət. Bəs Allah barəsində araşdırma aparmaq əqli baxımından vacib hesab olunur. Burada da bəzi ola bilər irad və işqallar olsun. İnşallah mətni oxuyanda buna cavab verərik. Və birinci dəlillə ikinci dəlildə fərqli dəlillərdir. Birincidə həqiqətdə insan öz tərəfindən, əbd tərəfindən əgər Allah barəsində mərifət kəsb eləməsə, buna zərər toxuna bilər. Zərəri özündən uzaqlaşdırmaq məqsədi ilə gərək araşdırma aparsın, Allaha mərifət kəsb eləsin. İkincidə amma Mövla tərəfindəndir. O nemət verənin tərəfindəndir. Əgər biz Allah barəsində mərifət kəsb eləməsək, Mövlanın haqqı zayi olar. Bəs buna xatir ki, onun şükrünü əda eləyək, onun haqqı zayi olmasın, gərək onun barəsində araşdırma aparaq. Buranı oxuyaq inşallah. Əqidətuna fin-nəzəri vəl-mərifə. Nəzər və mərifət barəsində bizim əqidəmiz. Ağay Muzaffər buyururlar ki, nə'təqid ənəlləhə təala ləmmə mənəhənə quvvətət təfqir və vəhəbə lənəl-əqlə. Bizim etiqadımız budur. Allah Taala vaxt deyir ki, bizə təfəkkür qüvvəsini verdi və əql qüvvəsini bizə hədiyyə elədi. Ənəlləhə ləmmə mənəhənə əmərana. Eyni zamanda bizə əmr etdi ki, ən təfəkkürə fi xəlqihi. Öz məxluqatında təfəkkür edək və nənzurə, nəzər edək bit-təəmmül. Təəmmüllə, diqqətlə nəzər edək fi asarı sunihi. Allahın yaratdığının əsərlərində, yaratdığı şeylərin əsərlərində. Və nətədəbbərə fi hikmətihi və itqanı tədbirihi və təfəkkür edək Allahın hikmətində və Allahın bu dünyanı idarə etməyin itqan burada möhkəm mənasındadır, nöqsansız və eyibsiz olmaq mənasındadır. Təfəkkür edək fi ayatihi Allahın nişanələrində fil afaq, yəni yaradılış aləmində ki, o ki biz üçün müşahətdir, görürük. Və fi ənfüsünə, hətta öz nəfsimizdə, öz vücudumuzda nə eləyək? Təfəkkür edək. Qalə Teala, Allah Teala buyurur, sənurihim ayatina. Biz öz nişanələrimizi göstərəcək onlara, insanlara fil afaq.
yaradılış aləmində, insandan xaric olan aləmdə və fi ənfusihim və insanların öz vücudunda, hətta yetəbəyyənə. Nə üçün bunları biz göstəririk? Ta ki onlara aşkar olsun ki, həqiqətən Allah Taala haqqdır. Və qad zəmməl müqəllidinə li abaihim. Allah Taala başqa bir tərəfdən də öz atalarına təqlid edənləri məzəmmət edib belə buyurur bi qoulihi Taala. Qalu, onlar dedilər, bəl nəttəbi ma əlfəynə əleyhi, biz peyğəmbərlərə tabe olmuruq. Bəlkə tabe oluruq o şəxslərə ki, o şeylərə ki, əlfəynə əleyhi abaana, atalarımızı həmin şey üzərində, həmin dini ki, atalarımız, babalarımızı o dinə istahiş edən görmüşük, biz də ona tabe oluruq. Allah Taala məzəmmət edib belə buyurur. Əvələv kana abauhum la ya'lemuna şey'a. Aya onların ataları bir şey bilməsələr də belə onlara tabe olacaqlar. Kəma zəmmə mən yəttəbi'u zununehu və rəcməhu bil gayb. Necə ki Allah Taala məzəmmət edir o şəxsləri ki, öz gümanlarına tabe olurlar, rəcmən bil gayb, yəni bilmədiyi şeylərə etiqad bəsləməklə. Fəqalə in yəttəbi'una izzənnə, nümunə olaraq buyurur ki, Allah Taala Ən'am surəsinin 116-cı ayəsində buyurur ki, bunlar tabe olmurlar məgər öz zənnlərinə. Bu da bir növ nədir? Məzəmmətdir. İnsan məxsusən etiqadi məsələlərdə nəinki təqlid, zənnə də tabi olmamalıdır. Etiqadi məsələlərdə elm gəlməlidir. İnşallah bəhsin davamında o haqda danışacaq. Və fil həqiqə ennəl-ləzinə ətəqidu ennə uqulənə hiyyəlləti fərəzət aleynən nəzərə fil xalqi və mə'rifətə xaliqil kuni. Buyur ki, həqiqətdə bizim etiqad etdiyimiz budur ki, bizim ağlımızdır ki, bizə fərz edir, bizə vacib edir ki, diqqət eləyək məxluqatda, yaradılış aləmində və Allahın, yəni bu kunun xaliqi olanı tanımaqda. Kəma fərəzət ələynə ən nəzərə fil xəlq, əvvəl nəzər eləyə bu xəlqdə, yəni məxluqatda və fərəzət ələynə mə'rifətə xaliqil kuni. Kovun, yəni bu yaradılışın, xaliqin tanımağı əql bizə vacibidir. Kəma fərəzət ələynən nəzərə fi dəvə mən yəddəin nübuvvətə və fi möcüzətihi. Necə ki, əql bizə vacib eləyir ki, biz gərək nəzər edək, diqqət edək. O şəxsin iddiasındakı peyğəmbərlik iddiası edir və həmçinin onun möcüzəsində diqqət edək. Yəni, əgər bir şəxs iddia elədi mən peyğəmbərəm, onun peyğəmbər olub-olmamağını biz gəlin eləyək, ağıldır ki, sən təfəkkür elə, bəlkə həqiqətən iddiası düzdür. Onun möcüzəsində diqqət elə, bəlkə möcüzə gətirib, bu qeyri-adi bir işdirsə, bəs buna möcüzə verən vardır. Bu, ağayı Müzəffərin Allaha olan mərifətin vacibliyi barəsində olan əqidəsi və bəyanı. Aşağıda ağayı Xərrazi buyurur, və la yəxfə əleykə ennəd dəliləl əqlə əla vücubil mərifə. Məxfi qalmasın sənə, gizlin qalmasın sənə ki, həqiqətən dəlil-i əqli Allahın mərifətinin vacibliyinə imma huva vücubu dəf'i zərəril möhtəməl, ya zərər möhtəməlin dəf eləməyin vacibliyi dəlilidir. Necə? Bir təqribi, bu bəyandan ki, ənəhu mə'ədəmi tələbil mərifə yuxtəməlu zərərul uxrəvi. Əgər insan mərifət əldə eləməsə, burada ehtimalı zərər vardır, zərəri uxrəvi vardır. Əgər insan din barəsində ümumi şəkildə, Allah barəsində xüsusi şəkildə mərifət əldə etməsə, burada zərər vardır. Və heysu innə dəf'əz zərərül muhtəməl vacibun. Çün dəf'i zərəri möhtəməl vacibdir, yəkunu tələbül mərifəti vacibun. Bəs tələb-i mərifət nədir? Vacibdir. La yuqal həqiqətdə bir işqalı dəf eləyir. Belə deyilməsin ki, innəl üqəla kəthirən ma yətəhəmməlunəz zərərə lidəvain müxtəlifətin. Buyurur ki, bu işqal olmasın ki, ola bilər bəzilər desinlər, üqəla çox vaxt zərərləri mütəhəmmil olurlar, zərərləri öz canlarını alırlar, müxtəlif əngizələrə xatir, müxtəlif hədəflərə xatir. Sizin bu dəlilinizin kubrası müşkili var. Fə kubræl qiyas məmnuətin. Siz ki, dediniz, dəf'i zərəri möhtəməli vacibdir. Biz bunu qəbul eləmirik. Niyə? Çünki üqəla çox vaxt zərəri nəinki özlərindən dəf eləmirlər, bəlkə zərəri özləri mütəhəmmil olurlar, qəbul edirlər. Li'ənna nəqulu, belə işqal olunmasın. Əgər bir nəfər belə işqal olsa, bizim cavabımız var. Cavab nədir? Cavab bundan ibarətdir. İnnəmə yətəhəmməluhul üqəla fi umurihim. Üqəla o zərərləri qəbul edirlər öz işlərində. Huvəl həqiru minəz zərər. Zərərin o kiçiklərin qəbul edirlər.
Əvəz zərər muncəbər bi faidətin mühimmə. Ya üqəla o zərərlər mütəhəmmil olurlar, qəbul edirlər ki, o cubran olunur mühüm faydanın vasitəsilə. Bəli, məsələn, 5 manat bir yerə xərcləyir, sanki zərər olur, öz cibindən verir, amma 5 manatın müqabilində görürsən ki, 15 manat qazanır. Bəs kiçik zərərlərdir, ya əgər zərərdə olsa, zərəri başqa bir şeyin vasitəsilə cubran edirlər. Ləl xatiyru vəl kəthir minhu. Amma böyük zərərləri heç vaxt üqəla mütəhəmmil olmurlar. La siyyəma ma fihi zərərun nəsvə vəl həlaqva. Məxsusən o yerdə ki, üqəlalar görsələr ki, nəfsi zərər görə bilər, nəfsi həlak ola bilər, belə bir zərərin ardıca getmirlər. Zərər uxrəvidə ikinci qismdəndir. Və zərər uxrəvi əla təqdiri sübuti zərərun xatir. Zərər uxrəvi əgər sabit olarsa böyük bir zərərdir. Və ehtimalı zərər uxrəvi yucibu lüzumə dəf'ihi. Səbəb olur ki, biz onu eləyək, dəf eləyək. Və inkanəl ehtimal zəifən. Ehtimal zəif də olsa, ləənnəl muhtəmələ qaviyyun və xatirun. Muhtəməl güclüdür. Yəni, bu qədər peyğəmbərlər ki, gəlib deyirlər, cənnət var, cəhənnəm var, hesab var, məad var. İnsanlar öz əməllərinin müqabilində cavab verməli olacaqlar. Əgər pis iş görsələr, cəhənnəmə daxil olacaq. Bu ehtimal zəif olsa da belə, muhtəməl, o ehtimal olunan şey ki, əbədi cəhənnəmdir, əzabdır, cəzadır, çox böyükdür, qəvidir və xətirdir. Bəs əql hökm edir ki, bu cürə zərərləri ehtimal olunsa da belə insan gəlir özündən uzaqlaşdırsın. Və şahid əleyhi, buna şahidimiz də var. Huvə istihqaqul mədəmmə ələ ədəmi dəfiyə. Əgər bir aqil belə bir ehtimal olunan zərəri özündən dəf eləməsə, o üqəla yanında məzəmmətə müstəhəqqidir. Sümmə la yəxvəlikə. Sonra bu məsələyə də diqqət elə ki, ənəhu la münafatə. Heç ziddiyyət yoxdur. Beynə konu lüzumi dəf'i zərəri əqliyyən və beynə konu dəf'i zərəri məzkul fitriyyən iyəcən. Heç işqal yoxdur ki, bir məsələ həm əqli olsun, həm fitri olsun. Zərəri dəf eləməyin lazımlı həm əqli olsun, həm eyni zamanda fitri olsun. Heç müşkülü yoxdur, heç münafat və ziddiyyəti yoxdur. Niyə? Li-imkan ictimaihima, çünki ictiması mümkündür. Bu birinci dəlil. Və imma huvə vücubu şükrül mül'im. O imma əvvəlki immanın müqabilində. O ki, Allahın mərifətinin vacibinə dəlalət edir, dəlili əqli, ya vücubu dəfi zərəri möhtəməl dəlilidir və imma huvə vücubu şükrül mül'im. Nimət verənin şükrünün vacibliyi dəlilidir. Təqribə bu bəyandan ki, ənnə mə tərki tələbil mərifə, əgər biz mərifətin tələb etməsək, yoxdəməl tərku şükrül mül'im. Nimət vermənin şükrü nə olunacaq? Tərk olunacaq. Və ehtimal verir təzyiyu haqqıhi əla təqdiri vücudi. Əgər həqiqətən nimət verən varsa, nimət verənin varlığı olduğu təqdirdə onun haqqı zayi olacaq. Və heysu innə təzyiyə haqqil mun'im qəbihun. Bu da artıq kubradır. Çünki nimət verən haqqını zayi eləməkli əqli baxımdan qəbihdir. Və şükruhu vacibun. Və şükrahu vacibun. Şükrü vacibdir. Və tələbül mərifəti vacibun əqlən. Pəs əqli baxımdan Allaha olan mərifət vacibdir, əqli baxımdan. Nə babından? Min babı vücubu müqəddimətil vacib. Müqəddimi vacibin vacib olmaq baxımından. Nimətə şükr eləmək vacibdir. Bu zulü müqəddimə. Nimət verənə şükr eləmək üçün gəri onu tanıyaq. Bu da olur nə? Müqəddiməsi. Hətta la yəlzəm. Nə üçün əzbabı müqəddimi vacibdir? Hətta la yəlzəmə lazım gəlməsin. Təzyiyə haqqıhi əla təqdiri vücudihi. La yuqal innə kubra vücubu şükrül mül'im la tədullu əla vücubi şükrül mun'im. Burada biz necə orada birinci dəlildə işqal olundu və ona cavab verdi. Ola bilsin burada da bir işqal mətrah olunsun ki, şükrü mün'imin vacibliyinin kubrası dəlalət etmir ki, mün'imin şükrün olsun, vacib olmasın. Bu işqal inşallah cavabı ilə birlikdə Allahın izniyle gələn dərsimizdə mətrəh edərik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.